Mən Əliyeva Günel, patrul Azay yoldaşımın cinayət işi ilə bağlı müraciət eləmişəm. Bizim evimizin üstünə 3 nəfər adam gəlibdi. Yoldaşım mənə zəng eləyibdi. Evdən çıxdığımdan sonra gördüm ki, qapıda bir maşın dayanıb, içində də 2 nəfər qabaqda oturmuşdu. Sonradan bilmişəm ki, bir nəfər də arxada əyləşib. Oturdum yoldaşımın maşınına. Biz areyanın üzü yuxarı qalxdıq. Yoldaşım arxaya baxanda gördü bunlar bizim dalımızda gəlibdi. Yoldaşım məhliyə qapıya dönmək istədiyi anda bir nəfər düşdü maşından. Maşının üstünə gəldi. Yoldaşım maşını dal-dala verib Almarketə qalxdı. Yenə bizim dalımızda gəldilər. Almarketin yanında, Almarketdən də yoldaşım maşını saxladı. Bunlar da bizdən arxada saxladılar. Bu zərər çəkmiş düşdü maşından. Gəldi bizim maşınımıza. Yoldaşıma dedi ki, yoldaşım da qədər pəncərəni açıb ki, düş maşından, səninlə söhbətim var. Yoldaşım dedi, qardaş, nə oldu da, məsələ nədir? Düşmür. Yəni, yoldaşım dedi, ayıbdır, aləm yanımdadır da. Bu dedi, yox, sən maşına düşməlisən. Sonra maşından Samir adlı düşdü, düş maşından. Sən bilmirsən, biz nəyə gəlmişik? Bu başladı belə çox aqressiv danışmağa. Başladı yumruğuna kapota çırpmağa ki, düş maşından, təhqirici formada ki, yəni düşməlisən də maşından. Biz evə tərəf çıxaq. Bunlar bizim dalımızda. Təxmini bir saata yaxın bizim dalımızda fırlanırlar. Başım da yolda. Zəng elədi bacısına, dedi ki, yəni yoldaşımı da götür gəl. Mənim dalımda düşən vardı. Özüm də tək qorxuram da düşməyə. Bunlar 3 nəfərdir. Mən təkəm. Yumruq qalmır, vururlar kapotun üstünə. Bacısı gəlir bizim maşına qabaqda saxlayandan sonra onlar birinci düşür. Çəkmiş yoldaşım bacısını görəndə Qadib deyir ki, sən bunlarla mənlə söhbət eləyəcək. Yoldaşım da bacısı deyir ki, qardaş sən kimsən, bunun dalınca düşmüsən. Düşdü maşına, mən ona deyəcəm. Yoldaşım düşdü maşından, yaxınlaşdı ona. O da ki, kəpər adamdır. Yoldaşım dedi, qardaş, mən sənə 1 saatdır deyirəm da. Yəni, çıx get, mən məcbur olmuşam, yeznəmi çağırmışam, bacımı çağırmışam. Sən nə istəyirsən? Nədir məsələ? Dedi, mənim sənə söhbətim var da demir də, amma açıq formada demir. Yoldaşım elə bıçağı götürür, bıçağına vurur. Oğlan heç nə olmamış kimi fırlanır, gedir oturur maşına. Bu özü qapını açır, oturur maşına elə. Mənim yoldaşım gedib zərər çəkmiş, qapısında vurmayıb, zərər çəkmiş Gəncədə yaşayır. Mənim yoldaşım Bakı şəhəri Binəqədi rayonunda yaşayır. Gəlir, nə oldu? O dənə evlər, məhəllələr elə bir yerdir ki, ora. Elə bir yerdir. Ora yəni ki, təsadüf hal heç kim girə bilməz. Heç kim gələ bilməz. Sənin dostun düşür, görürsən ki, dostun başında 200 nəfər adam var. Niyə biriz düşmürsünüz? Hətta bu vurulur. Bu vurulur. Maşına çatınca